Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu Kiçik Gizir Rəhim Zeynaloğlu Novuzov yaşadığı mənzildə intihar edib. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir. Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir. Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var. Bu barədə Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinə məlumat verilib. Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Orucoğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə ilə bağlı təbibdən bildirilib ki, bugün saat 09:45 radələrində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan bir kişi Qazax rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.